Salamlar hər kəsə. Yenə də mövzuların bəzilərini təhlil edək. Bəstəkar və operetta. Operetta bilirik ki, nədir? Operetta musiqili komediya janrıdır. Burada danışıq epizodlarından, rəqs səhnələrindən, vokal ifalardan söhbət gedir. Simfonik orkestr müşayiəti ilə ifa olunur. Azərbaycanda yazılmış ilk operanı yazıbdı Üzeyir operettanı daha doğrusu yazıbdı Üzeyir Hacıbəyli, hansı ki bu operetta Ər və Arvad adlanır. 20-ci əsrin əvvəllərində eləməz ilk operettaların müəllifi dediyimiz kimi Üzeyir Hacıbəylidir. Operetta yazılmamışdan öncə birinci onun librettosu yazılır. Libretto nədir? Böyük musiqi əsərinə, məsəl üçün operanın da, operettanın da, baletin də məhz bundan yazılı mətni libretto adlanır. Yəni bir növ ədəbi mətindir. Demək, Üzeyir Hacıbəyli ilk olaraq Ər və Arvadı yazır. Ardınca o olmasın, bu olsun və sonra isə Arşı Mallan operettasını yazır və hər üç operettanın da libretto müəllifi bəstəkarın özüdür. Yəni Üzeyir Hacıbəyli həm operettanı yazır, həm librettosunu yazır. Demək, 1945-ci ildə Arşı Mallan operettası əsasında Cəfər Cabbarlı adına Azərbaycan Kino Studiyasında bədii film çəkilibdir. Ariyadan söhbət gedir mövzuda. Ariya nədir? Solo vokal nümunəsidir. Ariyada adətən qəhrəmanın xarakterin başlıca cəhətləri ön sıraya çəkilir, yəni açılır. Arşı Mallan operettasının müqəddimədir. Müqəddimə nədir? Operada səslənən birinci səsdir, yəni musiqidir, operettada daha doğrusu. Onu uvertürada adlandırılır. Giriş xarakteri daşıyır. Bir növ məsəl üçün hansı mahnı var səsləncə uvertürada həmin mahnı var əks olunur. Adətən demək bu müqəddimədə, uvertürada əsərin məzmunudur, xarakteridir. Qısa şəkildə öz əksini tapır. Yəni tam olaraq əsər nədən bəhs eləyəcək, hansı musiqilər ifa olunacaq, qısa belə deyək, orada öz əksini tapmışdım. Arşı Mallan operettası müqəddiməsi iki hissədən ibarətdir. Şənş rəqs xarakterli birinci hissə 8-6 xanə ölçüsündədir. Cəhd tempdə səslənir. İkinci hissə isə 4-3 xanə ölçüsündədir. Demək, Arşı Mallan operettasının müqəddiməsi iki hissədən ibarətdir. Birinci hissə olacaq 8-6 xanə ölçüsündə, ikinci hissə olacaq isə 4-3 xanə ölçüsündə. Operettada simfonik orkestrdir, xordur, solistlərdir, rəqs qruplardır, kollektivlərdir, bunlar iştirak edirlər. Söhbət daha doğrusu operettadır, üzrlü sayın, hər dəfə onu səhv sayıram. Opera başqadır, operetta başqadır. Davam edək. İndi isə operadan danışaq. Opera nədir? Musiqili, dram, incəsənət əsəridir. Demək, operanın operettadan fərqi nədir? Operetta komediya məzmunudur, danışıq epizodlarda, rəqs səhnələrdə. Məhz bunların hamısı operettada var. Yəni ki, daha çox komediyaya üstünlük verilir. Ancaq opera operettadan fərqli olaraq dram xarakterlidir və burada danışıq epizodları yoxdur. Məsəl üçün, daha çox ariyalardan, ariettalardan və s. bunlardan istifadə, yəni vokal nümunəsindən istifadə olunaraq opera demək tamaşaya qoyulur. İtalyan dilinə tərcümədə işdir, əməkdir, məşğuliyyətdir, hətta bəzən deyilir əsər belə mənasını verir. Opera İtalyan dilinə tərcümədə. İlk operaların müəllifi oldu Jacopo Peri və Claudio Monteverdi. Hansı ki 18-ci əsrdə Amadeus Mozart'da, Beethoven'də, məhz bunlar da gözəl opera nümunələri yaratmışdılar. Azərbaycanda isə ilk operanı yaradıbdı 1908-ci ildə Üzeyir Hacıbəyli yanvarın 25-də. Hansı ki bu opera ilə Azərbaycanda və Şərqdə ilk muğam operanın əsası qoyulubdu. Nəyə görə muğam opera deyirik? Muğamlardan çox istifadə olunduğuna görə məhz bu operaya muğam operası da deyirlər. Demək, bundan başqa Üzeyir Hacıbəyli 1937-ci ildə bitirdiyi Koroğlu operası elə həmin Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında da tamaşaya qoyulmuşdu. Həmin bu opera 1937-ci ildə Azərbaycanda tamaşaya qoyulur, 1938-ci ildə isə Moskvada
tamaşaya qoyulmuşdu. Məsələn, bu demək operanın da librettosu müəllifi demək Məmməd Səid Ordubadidir. Operettadan danışanda Arşın Mavvanda ər arvadda olmasın bu olsun dedi. Bu operettaların libretto müəllifi Üzeyir Hacıbəylinin özüdür. Ancaq Koroğlu operasında Koroğlu operasının libretto müəllifi Məmməd Səid Ordubadidir. Məhz burada ariyalarla bərabər kiçik həcmli ariettalardan, ariozalardan, monoloqlardan, duetdən, triodan, kvartet, kvintet kimi vokal ansambllardan da istifadə edib. Bayaq qeyd etdiyim kimi diqqət yetirsəz görərsiniz ki, yəni operada danışıq yoxdur, ancaq ki vokal nümunələrdir. Bütün bunlarda simfonik orkestr müşayiət edir. Hətta Koroğlu operasında Çənlibel xoru səslənir, çox möhtəşəm bir xordur və cəngiyə bənzəyir onun musiqisi. 4/2 xanə ölçüsündə də marş demək tempində səslənmişdir. Bir növ belə deyək, qəhrəmanlıq rəqsi olan cəngiyə bənzəyir. Koroğlu özündə Koroğlunu qəhrəman kimi qələmə veriksə, məhz demək orada qəhrəmani rəqslərdən də istifadə olunmalı idi. Bu qədər əsasən opera və operetta haqqında məlumat verdik. Digər videolarda digər janrlar haqqında danışacağıq.